Xanım Zeynəb İmam Hüseyni ilk Əlibəyin günü ziyarət edir. İlk Əlibəyin günü ziyarət edir, yetişir. İmam Səccad əsirlərlə gəlir, xanım Zeynəb əsirləri azad edəndən, alandan sonra və Kərbəlaya daxil olanda görür İmam Hüseynin qəbri üstündə bir yaşlı bir kişi İmam Hüseyni ağlayır. İmam Səccada deyir, yaxınlaş gör kimdir və kənarlaşsın, mən qardaşım Hüseyni ziyarət eləməmişəm, 40 gündür Hüseynindən aralıyım. İmam Səccad əleyhissalam orada yaxınlaşır, Cabir bin Abdullah'a deyir ki, qulamı da götür və kənarlaş. Bibim Zeynəb və əsirlərlə gələn o balalar, qəriblər imamı ziyarət edəcəklər. Və xanım Zeynəb İmam Hüseyndən 40 gün idi araldı. Xanım Zeynəb deyirlər, niyə Kərbəlada xanım Zeynəb bir bəlalar gördü. Düzdür, dedi ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim, amma bir gündə qocaldı. Dedi, Hüseyin, sənin ölməyin məni bir gündə qocaltdı. Xanım Zeynəb Kərbəladan ayrılanda da İmam Hüseynindən vidalaşa bilmədi. Çünki yetişə bilmədi, gəldi. Həmən o çıxı yerə, məqtələ yetişəndə xanım Zeynəbi qoymadılar, vurdular və İmam Hüseynindən araladılar. Ona görə deyir, bu yerə gəlmiş idim, qardaş, izzət ilə, yavər ilə. İndi Şamə gedirəm, Şimro, cəfa, pərvər ilə. Dur, dua eylə məni, anam oğlu o kəsilən əlləri ilə. Əlibəyin günü xanım Zeynəb yetişdi İmam Hüseyin ziyarətinə. Nə halla gəldi, nə halla gəldi, nə halla gəldi. 7 qədəm qalmış, dizlərini qoydu yerə, gəldi, yaxınlaşdı. Dedi, qardaş, işıqlı gün səndən sonra mənə qara gecədir, Hüseyin. De, görüm, anam oğlu yaraları necə? Ağladı İmam Hüseyinə. İmam Hüseyinə dedi, mən 40 gündür səndən aralıyam. Anam oğlu 40 gündür səndən xəbərim yoxdur. O qədər ağladı, xanım Zeynəb özünü qəşş elədi və bihuş oldu İmam Hüseynin qəbri üstündə. Qəmi eşq əsiri, dəmi eşqidə, qəmə mübtəladır Hüseyni mən. Ölürəm vəli ürəyim mənim, üzü Kərbəladır Hüseyni mən. Mən öz eşqim üstə bu Şamidə nəfəsimlə vəlvələ salmışam. Daşa taziyanəyə dözmüşəm, vəli qanlı köynəyin almışam. Nə qocaltdı Kufə məni, nə Şam, mən o qətligahda qocalmışam. Xəbər al desin sənə ki, gecələr günüm qaradır Hüseyni mən.